eləyir, aktı heç baş idarəyə də göndərmir. Baş idarənin Nizami Hüseynovyan deyir, mən protokol göndərməyib bu adam. İndi həmin adamları biləyə çağırır, qəbizlərini istəyir. Eləyir 30 manat. Güya bələdiyyənin qərarı ilə. Amma yuxarıdan əgər bu protokol tərtib olunubsa, bu yuxarıya göndərilməlidir. Baş idarəyə göndərilməlidir. Onların da deyir, bizim xəbərimiz yoxdur. İndi bir dəqiqə onlar da iş açıb, təqdimat bir göndərəcəm olmasa. Bu istəyir hamısı. İndi də bunun üçün 309-un birinci bəndi ilə məhkəmədə işi var. Bir dəqiqə də 313-cü maddə ilə bu dəqiqə sənəd saxtalaşması. Sənəd saxtalaşması da deməli, məhkəmə qərarı ilə 15 illik olan Elbrus Məlikovun yerin indi eləyib bu 45 illik və 5 illik sənədi olan. Bunları qoyarkən o məhkəmə predmetidir. Ancaq o sənəddən hal-hazırda bir dəqiqə 20 dəyə də var, onlar 10 dəyə də var, 15 dəyə də var, biz bilən 10 dəyə 15 dəyədir. İndi nə qədər indi bu adam nə protokol çıxadır, prokuror bundan protokol ala bilmir. Bu gör nətər. Mənim də şirkətim Qaparov qismətdəndir, Xolqarabzaq Təqdim Bələdiyyəsinin sədri. Özü təqdim edin. Xançı Gülməmmədoğlu oğlu, Xolqarabzaq sakini. Buyurun. Xoldövlər daha doğrusu. Bu qismət Qaparov Xolqarabzaq Bələdiyyəsinin balansında 1334 hektar yer var. Onun hamısını baha qiymətə satıb. Bir sortuğu torpaqdan qalmıyor. Bu cəmaatın da 250-300 nəfərin verim məhkəməyə. Məhkəməsiz icra və probasiya şöbəsinə verib. Avtomatik onların pensiya kartından, sosial kartından, maaş kartından pul tutur. Hamısını mənimsəyir. Heç kimə də hesabat vermir. Elə bilən ki, bu bələdiyyə bunun şəxsi əmlakıdır. Bununla bacarmaq mümkündür. Bu nə işləyir, nəçidir bilmirəm. Bu qeyd olunduğu kimi, bunun işi məhkəmələri işini icra edir bu. Bu hansı qanunda var, mən o başa düşə bilmirəm. Başqa əlavəniz var? Başqa əlavə yazılacaq. Əmrah Famil Allah baxış oğlu. Deməli, mən hərracda gedib, burada gəldim bunun yanına. İcra hakiminin başçısı Mirəsən Seyidova da burada dedin, şikayət elədi. Onun harasa bir 150 nəfər bu təzə gələndə orada şikayətli adam var idi. Mirəsən Seyidov dedi ki, bilirəm hamımızdan qalaq məktublar qalıb, hamısını bir-bir yoxlayacam mən, hamımızı qəbul edəcəm, hamımızı dinləyəcəm. Elə söyləyəcəyimiz gün həmin gün oldu. Biz belə oldu, yuxarı müraciət elədik. Yadımda da Prezidentin Respublika Prokuroruna mı Mirəsən Seyidov gəldi bura. Geldi, burada 35 nəfər adam şikayətçi var idi, hamısı ağsaqqal adamlar. Bir-bir bizi dinlədi. Mən dedi ki, sənin də indi hər o sözün dedilər. Dedim ki, məni bu çağırdı idarə, qismət Qafarov. Dedi ki, 1000 manat kadastra verəsən, 1000 manat. Torpağı verəcəm, 16.000 də verəsən mənə. Mən pulu özüm götürmürəm, paylaya gedəcəm yuxarı. Yəni ki, İvana verəsən 5.000, Qəfərə verəsən 10.000 məslində. Mən deyək, sonra bəldi mətdə, onu yəni biz belə başa düşürük də, mən deyək, payımı ondan götürəcəm. Belə nəsə bu alınmadı söhbətimiz, bu Mirəsən Seyidova dedim. Mirəsən Seyidova dedi, nəyə sən o pulu istəyirdi? Dedim ki, mənə üçün şəhərin mərkəzində ev alırdı. Həmin gündən də müflis eləyib bu kəndi. Bax, bu kəndə bu Qismət Qafarovun 400.000 borcu var. Hamısı gedib bu hərraca yerlər, qarşı tərəf olduğuna görə, hərraz müsabiqə, qarşı tərəf olduğuna görə, zəng eləyib oradan rayonundan adamları var da, oradan hərrazı saxlatdırıb. Həmin adamların pulları bir gündən bundan hamısını mənimsəyib, bir dəqiqə heç bir sənət düzəldə bilməyib, hamısı əksəriyyəti qanunsuz çəkibdir. Fakt 70 hektarı o yerin hərracdadır, mum mavinlərinin. İkisi mum mavinidir, biri də yaxın telexana aiddir. Adlarını çəkə bilərsiniz onların? Bölçü Haşimov mavinidir, birinci mavini. Bölçü Haşimov, Bəşirov Bəşir bələdiyyə üzvüdür, qardaşının qudasıdır. Saxta sənədlə yerə ki 30 hektar. Stop qoyublar, gəq edib əkib. Haşimov Bölçü 30 hektar yeri zəbt edib, Məlikov Elbrus 27 hektar yeri zəbt edib. Hamısı bunlar deməli nə ayırıblar? Axırıncı 2 ayın ərzində, 3 ayın ərzində adam tapıblar, 15 illik sənədləri eləyiblər 45. Saxtalaşdırıblar. Bununla şikayət olundu rayon prokurorluğuna. Rayon prokuroru bu dedi 70 hektar elə bəsdir. Bundan başqa 150 hektar da var. Əksəriyyətində çıxarış alıb. Həm də öz oğlunun da orada adı var. Saxta sənəd. Hamısı da bunlar dövlətdən subsidiya mənimsəyiblər. Dövlətdə görün nə qədər, nə boyda bunlar ziyan vururlar. Bölçü Hakimovun heç 15 illik sənəd də olmayıb. 2 ayın, 3 ayın içində 45 illik sənəd düzəldiblər bunlar üçün. Ondan sonra nə deyim? İndi bunun bir dəqiqə şu orada cinayət işi açılıbdır. Orada araşdırılır. Respublika prokurorunun qəbulunda 2 dəfə olmuşam. Deyib 3-cü dəfə qəbuluma gəlməyəsiniz. Tapşırığımı verirəm, qəti tədbir görüləcək. Nə deyim, bu kəndi pis günə qoyub bu. Mən gedmişəm hərracda qanuni yer tutmuşam, götürmüşəm də.
yerimi başqasına satandan sonra deyirdi getməyin. Get yenə hərracdan götür yenə. Torpaq hərracla. Getmişəm hərracdan götürmüşəm 5000 üstə götürmüşəm 20 hektar yeri. Orada 16 minə götürənlər var. 22 minə götürənlər var. 17 minə, 4800-ə götürənlər var. Onlar hamısını gətirib salıb 30 manata mənə deyir ki, sən deyir qanuni pul ödəməlisən. Həmin ili deməli axırıncı il ki, deməli birinci il ki əkdim, məhkəmə qətnaməsindən sonra məhkəmə qətnamə qəbul edib getdim yerə əkdim mən. Getdim yerə əkdim, bizi verdi şöbəyə, ora cinayət açdılar bizi üçün. 1 il iş almışam mən. 2 ildə həyatın sınaq müddəti qoyublar. Elə deyir? Hə. Sınaq müddəti qoyublar. Onu deməli deyəsən qutardı, deyir, o büyünsər qutardı. İndi götürüb daimi mütəxəssisi ilə rüşvət çərçivəsində əl olublar. Qaraymanlıdan, Neftçilərin Qaraymanlı kəndindən gətirib mütəxəssisi il yarım, ondan sonra 1 il cəmaət əkib biçib götürüb. Yerə gedib çıxmır. Hə, heç o daimin nümayəndəsi də bizdən xahiş elədi ki, biz şikayət eləyirik ki, bax şuna dönün, mən nə şikayət eləmişəm, səhv də eləmişəm, yeri tanımıram. Qardaşıma neçə dəfə böyük qardaşıma zəng elətdirdi, dostdan, tanışdan ki, o düz mən nə şikayət eləməsən, amanın günü mənə çıxardacaqlar, qalacam Vəlleyli. O həmin il yarımdan sonra mən üçün bu 4600 ziyan aktı yazır. Məndən başqa yoldaşlar var, onlar hamısı işlədilər. Bidadı Bağırov. 4600 məhkəmə qətnamə qəbul edib bizi üçün. Görsən bunun nə insafsızlığına bax bu Qafarov qisməti. İcra başçısı Mirəsən Seyidovdan şikayətiniz Mirəsən var. Seyidovun qəbulunda 5 dəfə olmuşam. Bəli, var. 6 dəfə olmuşam. Mirəsən Seyidov da bu deyəndə. Dəfələrlə müraciət eləmişik. Müraciət eləmişik, heç bir nəticəsi yoxdur. Biləyə. Haqqında bir tədbir görünməsin. 4600 məsin biz eşitmişik. ziyan yazırdı məsin. Niyə yazmısan 4600? Mirəsən Seyidovun mən qəbulunda mən olmuşam. Mirəsən Seyidova özüm fikrimi bildirmişəm. Mirəsən Seyidov əvvəl gələndə bunu maddi ki, get dur kənarda. Nəyəm yerinə ora bura nə tər şey oldu bilmirəm mən. Gəldim Mirəsən Seyidov bu 1 il Lənkəran məhkəməsində azadlıqla bu vəzifəsindən azad olundu. Vəzifəsinə də yerinə adam qoymadı. Ki get sən oradan qutar, mən sənə yerə bərpa eləyəcəm. Mirəsən Seyidov bundan pul aldı, nağayırdı, bu cinayətkardır, bu dəqiqədə məhkəmədə bunun işi var. Mirəsən Seyidov sən pul almamsansa, niyə görə bunu işlədirsən? Görürsən də sən şikayət var. 400 min mun cəmaata sənəd borcu var, hamısından pulu yığıb. Bəli. 2 ildir, 3 ildir, Allahdır. Bu nə deyir ki, 7 mindir verginlə deyirsən deyir, uşaqların pulunu qaytarım, sən yürü şey eləyim, salın bunlar kimi aşağı qiymətləri. Sizin fikrinizcə sizin kənd sakini olan bu Ceyhun bəy gözdən əlil o şikayətində israrlıdır. Yəni düzgündür yoxsa? Düzgündür, bəli. Ceyhun kasıb oğlandır. Bir dəqiqə. Ceyhun kasıb oğlandır. Bizi ilə heç bir qom, onunla day nəvəsidirlər. Qismət Qafarovla. Bizi ilə heç bu başqa kəndin nümayəndəsidir. Biz bu kəndin nümayəndəsiyik. Ceyhun da kəndin oğludur. Bizdən başqa kasıb oğlandır. Kasıb oğlandır. İmkan ver də. Kasıb oğlandır Ceyhun. Əlildir. Bu deyir ki, mən Sosial Müdafiə Nazirindən, sosial şeylər, bu Sahil Babayevin idarəsi haradsa, mən ora gəlib sən nə təyər pensiya alırsan. Bu uşaq bu gözün görmür. Kasıb oğlandır, kəndin oğludur. İcra hakimi. Mənim məlumatım var burada. Hətta bu Ceyhunun yerini bir dəfə şəhid ailəsinə götürür. Şəhid ailəsi deyir ki, bu gözdən əlil adamdır. Mən bunun yerini, bu Allaha da açıq gedər. O götürmədi şəhid ailəsi bunun yerini. İndi bunun yerin başçı özü deyib ki, get ək, kasıbçılığı elə. Gözdən əlil adamsan. Başçı özü, kənd səvəti ərazi nümayəndəsi gündüz özü traktorisə zəng edib ki, gedin, yuxarıdan tapşırığıdır, rəhbərliyin tapşırığıdır. Bu 50 yola verilməlidir, bunun yeri əkilməlidir. Gedin onun yerini şumlayın, bu qoymur da traktorisə şumlamağa, malalamağa, əkməyə. Gündüz, başçı gündüz bu kənd səvətinə ərazi nümayəndəsi tapşırıb ki, mən eşitdiyimi deyirəm, oradan rayondan da eşitdiyimi deyirəm. Güya ki, bu pulun da cibimizdən verir. Çünki bu gözdən əlildir. Ceyhun öz ürəyinə başarmayıb, deyib ki, insanlıq eləyib də, belə də. Deyib ki, pulum mən verəcəm. Toxumumu da gətirirəm, ancaq durun burada əkilsin. Gündüz indi o da eləyib. İndi gündüz bunun dediyin deyərsə, başçının sözünü deməli gündüz də eşitmir. Deməli gündüz də deməli bu kimi adamdır. Yox, əgər yana düzə fitva verərsə, yox, düzə fitva verərsə, belə də düz danışmayacaq, başçının yanında öz olacaq. Əgər Mirəsən Seyidov, sən Ceyhun Nəfəsova deməmişdinsə ki, Burcəliyə tapşırmamışdın ki, ged onun yerinə. Gündüz niyə görə traktorisə zəng eləyirdi, deyirdi, gedin onun yerinə gün. Bunların bütün işləri beləncə qalmaqallı, kəndi püskünə qoyublar. Bax, idarənin həyətinə. Bax, görsən, idarənin həyətində qanunsuz sənədsiz obyekt tikilib. Bax, görsən, ictimai yerdir. Burada obyekt tikilmək qeyri-mümkündür. Qeyri-mümkündür. Mənim hətta sənədsiz bir deyə dükanım tikilmişdi, verdi məhkəməyə. Məhkəmə qərar, bu məhkəməyə pul verdi. Mirəsən Seyidov tapşırdı. Bilmirəm nə qayırdı. Qərəzli.
Əgər qərəzli dörsə, ictimai yerdə bax nə tər tikilib. Gölün içində gölü var, bu da gölü doldurublar. 200 orada bezirəli çıxsız görəcək. Bəlkə bir 1000 deyə yulğunu doldurublar. Böyründə yulğunlar da var. Torpaq töküblər yulğunun üstünə, bastırıblar. Qanunsuz sənəd də verə bilmir. Bacanağının orada rəhmətə gedib bacanağı. Yolun üstündə qanunsuz sənədsiz dükanı var. Və əgər yana qərəzli dörsə, bir də mənim pıtkam, mənki 12 kvadratdır. 3 metrə eni, 3 metrə uzunu, 9 kvadrat. Onu məhkəmə qərar qəbul elədi məsin. Narazı deyirəm. Qanun qarşısında boynum qıldan incədir. Sökülməlidir. Sökdülər də. Tam sökülməyib ki, 50% sökülüb. İndi sökülməlidir də. Neynək? Sökülsün, razıyam. Eybi yox. Mən də kasıb oğlanam. Heç yerdə işləmirəm. Maaş alanım yox, pensiya alanım yox. Əllərimizin zəhməti ilə dolanırıq. Toğ düzə saxlayıb, toğun yumurtası ilə satıb dolanırıq. Bitər də orada pıtqadır da 9 kvadrat. Dolanırdım da, bitər 1 kilo ətdən, yumurtadan, göyərtidən satırdım. Lahiyəm də var hətta. Memarlıq, icra hakimiyyətinin memarlıq şöbəsi mənim lahiyə də vermişdi. Dükkanın lahiyəsini. Bu indi bunlar indi nə elədilər? Buna bizim Mirəsən Seyidova, bura baş Mirəsən Seyidova, bura prezident İlham Əliyev təyin eləyəndə, hətta televiziyada hamı buna baxdı. Dedi ki, orada bələdiyyələrdən rüşvət alınıb qoyulub, təsdiq qoyulub. Həmin bələdiyyələrdən, rüşvət alınan bələdiyyələrdən, təyin olunan bələdiyyələrdən biri baba budur. Bax, bu insandır. Bu insan nə prokuror eşidir, nə rəhis eşidir, nə idarə müdürləri eşidir. Bax. Bütün sənət torbalarımızı hamısını alıb əlimizdən. Sənət torbalarımızı. Bu 5-6 də özü kimi adamları var. Bəşirov Bəşir. Ondan sonra nə bilim Muradov İlkin. Və 20-42 min Muradov İlkin pul ödəməlidir. Muradov İlkin 42 min pul ödəməlidir. Hələ büyünə kimi nə bizə 55-ci maddəyə əsasən bundan tələb edirik ki, bizə hesabat ver. Bu elə belənç dedir, elə gəlir, ancaq belə bizi məhkəməyə verməklə məşğuldur, cəmaatı, bizi, bir də indi tez gez oldu, biraz yıxılan biz olduq. İndi bu 200 adam propasiya verib, hamısının, bir də orada tikiliyə abidədir, bu da tikilməlidir, dövlət hesabına tikilir bu şeylər. Bu deyir, mən iş görmüşəm. Sən nə iş görmüşsən? Sən 1 milyon pulun qarşısında sən 30 minlik sən abidə tikmişsən, sən indi o iş deyirsən, sən vəzifə borcundur bu, dədiyin puludur bu. Bu dövlətin puludur, cəmaatdan yığmısan sən bu pulu. Sən belə pul yığıb, and olsun gedən evini, həyətinə, bacasına, bu adam yumurtlu ilə vaxt olub, toğun yumurtası ilə sigaret alıb. Gətirib yumurtanı, qoyub dükançının qabağına. Bu nədir? Mənə bir də prima ver. Sigaret prima. İndi 5 manatlıq sigaret çəkir. Bəlkə 20 dəyə maşın dəyişib. Oğlanların hərəsi, heç biri bunlar kasıb adam olublar. İndi oğlanların hərəsinin bir dəyə maşını. Hərəsinin Bakıda evi. Ondan sonra özünün 300 hektar bu insan yer əkir. 300 hektar yer əkirlər bunlar. 300 hektar. Sənədsizləri də özü əkir. Sənədliləri də, sənədi də özü üçün nə təhrir eləyib. 2007-ci ildə bu bələdiyyə sədri işləyib. 2007-ci ilə protokolu çıxartmır da üzə. Protokolda yoxdur. 2007-nin protokolları itib. Yoxdur. 2007-ci ilə sənəd tərtib eləyib, gedib çıxarış alıb hərracdan gizlin. Bu belə bir işi 20 dəyə eləyib. Bu günləri onun üçün biz çıxartmışıq üzə, prokurator həmin işinə əlaqədar məhkəmədədir onun işi. Qalanın da indi Allah qoysa inşallah onları da çıxar. İndi bu günləri xahiş edirəm. Prezidentimizdən, çox hörmətli İlham Əliyevdən, çox hörmətli xanımımız Mehriban xanımla, Korrupsiya İdarəsinin rəisi Nazim Rəcəbovdur, nədir bilmirəm, Korrupsiya İdarəsinin rəisindən xahiş edirəm. Bu bir dəqiqə götürülən adamlar, bu bir dəqiqə əli qolu ilə bağlanıb götürülməli adamdır. Bu o cürün adamdır. Bu o cürün adamdır bu. And olsun Allah'ın birinə, pulu bıraba şaqqanaq kimi qazanır bu. Bizim bələdiyyədə hər il 50.1334 hektarı elə 50 manatdan vururam. Elə bu 334 hektarın qoyuram ayına özümün qonaq qarası payı 1000 hektarı 50 manatdan 50 min edir. 50 min edir, 1000 hektarı. Mənə deyil, başçı mənə şey verirdi, ora əşdirib yerimi, gözdən əliləm, 4 hektar yerimi əşdirib. İndi mənə deyir ki, başçı gələn məhkəmədə cavab verər. Bəli, nə qədər harı, niyə ki, nə prokuror başçı kimdir deyirsən? Nə rəisi eşidir? Bir başçı kimdir? Nə? Bu Sabir Rüstəmxanının qəbuluna deyir, Sabir Rüstəmxanını bağışlayın, pis də deyir, nədir ki, filan şeydir. Bizim deputatı deyir, filan şeydir Sabir Rüstəmxanının. Ədliyyə Naziri Fikrət Məmmədovun qəbuluna yazılmış o. Bir hiss edilən məsum adamları var, çətdə danışırlar da, bunun böyründə başında fırlanırlar.
Bu bilmirik də kimdir bu adamı. Kimdir? Bu Başçı nədir deyil bilmirik. ya. Məhkəməyə verilməz, sonra... Qolqarabdağ gəldi, cəmaatı təqdim İsmet Qafarov əlindən Xocalı partiyası yaşayır hal-hazırda. Bir də burada güllələnmə yoxdur. Bu cəmaatın yarısını düşməliyik bir-birinə. Ya, yarısını 50 ildə bu şimdi kəndin cəmaatı düzəlməyəcək. Bu düşmənçilik düzəlməyəcək. Kəndin Bunun haqqında yarısını xahiş bilmir edirik. danışır. Hörmətli prezidentimizdən gözəl günlər bəxş elədi Azərbaycan xalqına. Tarix yazdı, 44 günlük tarix yazdı. Xahiş edirik hörmətli prezident, bunun haqqında qəti tədbir görsünlər.